Tramp marşrutu üzrə Amerika Birləşmiş Ştatları və Ermənistan arasında əldə edilmiş razılaşmanın Ermənistanın təhlükəsizliyinə heç bir təsiri yoxdur. Telegraf xəbər verir ki, bunu Ermənistanın Müdafiə Nazirinin keçmiş müavini Artak Zakaryan deyib. O hesab edir ki, Tramp marşrutu Amerika Birləşmiş Ştatlarının iqtisadi maraqlarını əks etdirir. Vaşinqton bəyanatı heç bir hüquqi öhdəlik nəzərdə tutmur. Heç bir yerdə Amerika Birləşmiş Ştatlarının Ermənistanın təhlükəsizliyinin qarantı rolunu öz üzərinə götürdüyü deyilmir. Amerikalıların regionda eskalasiya cəhdlərinə qarşı çıxacağına dair bənd də yoxdur. Bəli, sülhlə bağlı bəzi müddalar var, amma bütün sənəd tərəflərin niyyəti ilə bağlıdır. Zakaryanın sözlərinə görə layihənin mahiyyəti ondan ibarətdir ki, Amerika Birləşmiş Ştatları şirkəti üçüncü operatordan istifadə edərək yüklərin Ermənistan ərazisindən tranzitini asanlaşdıracaq. O qeyd edib ki, gəlirin əsas hissəsi Sunikdə həyata keçirilən biznes layihələrindən, o cümlədən otellər, yanacaq doldurma məntəqələri, yol və dəmir yolu infrastrukturundan əldə ediləcək. Ermənistan mənfəətin yalnız 26%-ni alacaq, qalanı Amerika Birləşmiş Ştatlarına çatacaq. Zakaryan əlavə edib ki, nəticədə Türkiyə və Azərbaycan birbaşa quru əlaqəsi, yəni kommunikasiya imkanları qazanır. Ermənistan isə müqayisə edilə bilən nəqliyyat üstünlüyü əldə etmir. Müdafiə Nazirinin keçmiş müavini əlavə edib ki, sənəddə Ermənistan yüklərinin Azərbaycana və ya Azərbaycan ərazisi vasitəsilə üçüncü ölkələrə çatdırılması mexanizmləri ilə bağlı müddalar yoxdur. Ermənistan ərazisindən yük daşımaların nə qədər İrəvanın nəzarəti altında olacağı və bütün bu prosesin Ermənistan qanunlarına nə dərəcədə tabe olacağı ilə bağlı çox ciddi suallarım var. Dəyərli izləyicilər, ölkə və dünya gündəmi ilə bağlı xəbərlər təqdim etməyə davam edəcəyik. Öz fikirlərinizi şərh bölümündə qeyd etməyi unutmayın. Sağlıqla qalın.